Püşkatmadan sonra ne yalan deyim. Yüngülvari qorxutmuşdu məni Finlandiya klubunun adı. Kupsu deyirəm. Ancaq mən sabaha ta əzəldən inanırdım. Nə olsun ki Çempionlar Liqasına debüt eləyir. Bakıdakı ilk oyunda 90 dəqiqə müdafiə olunan Kups Finlandiyadakı cavab görüşündə ilk dəqiqələrdən hücuma atıldı. Sabaha çətinlik yaratdı. Sabah fasiləyə kimi yalnız bir təhlükəli vəziyyət yarada bildi. Ancaq Mikes qapçı ilə təkbətək qalsa da topu düz qapçının üstünə vurdu. Sabah hesabı ikinci hissənin əvvəlində açdı. İstədiyimiz qolu Velko Simic vurdu. 70-ci dəqiqədə Mikelsin vurduğu qol Sabahı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə çıxartdı. 17 yaşlı güləşçimiz Əbdürrəhman Hüseynlinin qələbəsi ürəyimizə yağ kimi yayıldı. Hüseynli Bakıda təşkil olunan Dünya Çempionatının 4-1 finalında erməni Gevorg Harutyunyanı 6-4 hesabı ilə məğlub elədi. 18 yaşlı basketbolçularımız da üzümüzü güldürdülər. Avropa Çempionatının B divizionunda Portuqaliya yığmasına 52-50 hesabı ilə qalib gəldilər. Sabahla başlamışdım, sabahla bitirmək istəyirəm. Aron Maluda sabahdan getdi. Bazelə 3 milyon avroya. Değerli izleyiciler, bildiğiniz gibi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.